Bəhruz bəy, hazırki səfəri necə dəyərləndirirsiniz? İlkin olaraq elə Azərbaycan-Macarıstan münasibətləri kontekstində təhlil edək. Təşəkkür edirəm. Bilirsiniz ki, Azərbaycan və Macarıstan, Azərbaycan müstəqillik qazandıqdan sonra təqribən elə 91-ci ildən etibarən müəyyən formada əlaqələrə, dövlətlər arası əlaqələrin qurulmasına start veriblər və düzdür, səbirliklərimizin açılması daha sonraki dövrlərə təsadüf edir. Amma ötən dövr ərzində Azərbaycanla Macarıstan arasında kifayət qədər önəmli bir yol qət etmişik. Dövlətlərimiz arasında münasibətlər həmişə yüksələn xətt üzrə inkişaf edib. Xüsusən Viktor Orbanın hakimiyyəti dövründə biz daha çox diqqəti özümüzün ortaq tarixi keçmişimizə, etnik mənşəyimizə əsaslanan bir formatda daha inkişaf etdirməyə başlamışıq. Macarıstan bilirsiniz ki, Avropanın, Mərkəzi Avropanın ən önəmli geosiyasi imkanlara, coğrafi mövqeyə malik dövlətlərindən biri, bəlkə də birincisidir. Eyni zamanda Macarıstan Avropada türk əsilli, özünü türklərin davamçısı, türk kökənli sayan, Hunların davamçısı sayan dövlət olaraq əslində Macarıstana münasibətdə də baxmayaraq ki, Avropa daha çox özünü xristian klubu kimi aparır, amma Macarıstana münasibətdə bax o etnik mənşə Macarıstanı heç vaxt Avropanın əsas o xristian klubunun tam mənada üzv olmasına imkan verməyib və bu mənada eyni zamanda bilirsiniz ki, xüsusən Viktor Orbanın hakimiyyətə gəlməsi ilə Macarıstan üçün tamamilə yeni bir dövr başlayıb. Bu dövr nədən ibarətdir? Macarıstan Avropa İttifaqının üzvü olmasına baxmayaraq daha müstəqil davranmağa başlayıb. Daha çox bütövlükdə ittifaq, yəni ittifaqa rəhbərliyi edən bir neçə dövlətlərin maraqları zəminində yox, özünün Macar xalqının maraqları zəminində hərəkət edib. Belə çətin bir perioda qədəm qoyub, amma şərəfli bir perioda qədəm qoyub. Bu dövr ərzində Macarıstan daha çox üzünü şərqə tutub və daha çox türk dünyasından əlaqələrə start verib və artıq təsadüfi deyil ki, Macarıstan baxmayaraq Türk Dövlətlər Təşkilatının üzvü deyil, müşahidəçi üzvüdür və buna baxmayaraq artıq qeyri-rəsmi zirvə görüşünə Macarıstan hökumət və dövlət və hökumət başçılarının, dövlət başçılarının qeyri-rəsmi iclasına artıq ev sahibliyi edir. Bu digər Avropadan görünən mənzərə. Azərbaycana gəldikdə isə bilirsiniz ki, möhtərəm cənab prezident bu il, ötən il özünün andişmə mərasimində fevral ayının 14-də açıq şəkildə bəyan etdi ki, bizim xarici siyasət kursumuzun əsas istiqaməti Türk dünyasıdır və biz yalnız bunu bəyanatlarda ifadə olunan bir mövqe kimi dəyərləndirməməliyik. Bilirsiniz ki, istər COVID-19 pandemiyası ilə mübarizədə, istər sonraki dövrlərdə bəşəri səylərin birləşdirilməsi naminə Türk dünyası ilə Azərbaycanın vahid bir platformada, vahid bir müstəvidə çıxış etdiyinə şahidlik etdik və etiraf etməliyik ki, ilk dəfə olaraq Türk dünyasının bu istiqamətdə qlobal ambisiyaları naminə səylərini məsələlə ilham edib birləşdirdi və nəticə etibarilə bu birliyin nəticəsində BMT-də biz, BMT Baş Assambleyasının ən azı 2 sessiyasından deməz, Azərbaycan prezidentinin eyni zamanda türk-dili dövlətlərin müvafiq dəstəyi ilə qoşulma hərəkatının sədri qismində çağırılmasına şahidlik etdik. Yəni, bütün bunlar əslində ölkələrimizin həm ikili zəmində, həm çox tərəfli zəmində çoxşaxalı əlaqələrinin perspektivlərindən xəbər verir. Daha konkretləşdirsək, Azərbaycan-Macarıstan əlaqələrini həm iqtisadi, həm ticari zəmində köklü inkişafın biz şahidiyik. Bilirsiniz ki, Macar şirkətləri Azərbaycanda artıq neft-qaz sənayesində müəyyən investisiyalara malikdir. Bilirsiniz ki, Macarıstanın ən azından 2 şirkəti artıq qaz hasilatında müəyyən paya sahibdir. Həmçinin Azərbaycan cənab prezident də bugün ifadə etdi, mətbuata birgə bəyanatlarında bu ifadə olundu, həm də qeyri-rəsmi iclasda möhtərəm prezident çıxışında ifadə etdi. Həm də Azərbaycanın bilirsiniz ki, quru ərazilərindəki neft yataqlarının istismarında Macarıstan və digər formada rol almağa çalışır. Elə cənab Orban özü də bunu ifadə etdi. Səhmlərlə bağlı Macarıstanın payının artırılması. Yəni göründüyü kimi əlaqələrimiz kifayət qədər inkişaf edən müstəvidə görünür və bir daha deyirəm, bu bəyanatlar, bu əlaqələr bəyanatlar səviyyəsində qalmayıb. Macarıstan üçün Azərbaycan həm də ona görə etibarlı tərəfdaşdır, həm də ona görə önəmli tərəfdaşdır ki, Macarlar üçün çox ağır günlərdə, istər siyasi böhranlar zamanı, istər iqtisadi çətinliklər zamanı, xüsusən ölkənin milli təhlükəsizliyində
çox vacib olan enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan müstəsna rol oynayıb və cənab Orban bunu açıq şəkildə mətbuata bəyanatında ifadə etdi ki, bizim üçün ən çətin günlərində cənab Əliyev bizim dadımıza çatdı. Yəni bu mənada hesab edirik ki, əgər dövlətlər arasında kifayət qədər köklü etimad quruculuğu varsa və liderlər arasında qarşılıqlı etimad varsa, bu əlbəttə ki, münasibətlərin gələcəyi üçün kifayət qədər önəmli bir perspektiv vəd edir. Bəli, Bəhruz bəy, həqiqətən də Azərbaycanın günü-gündən regionda, bütövlükdə qlobal məkanda güclənən nüfuzu, qüdrəti, cənab prezidentin şəxsi həm də siyasi xarizmasının olduqca önəmli olması, etimad olunan, etibar olunan bir siyasi fiqur olması bu səpkidə əlaqələrin inkişafına da, konstruktiv əməkdaşlığın olmasına da şərait yaradır ki, bu proseslər həm də Türk Dövlətləri Təşkilatı çərçivəsinə də yansımış olur. Bu təşkilatın bir koordinasiyalaşmış, dərin koordinasiyalaşmış bir təşkilata çevrilməsi ilə də müşahidə olunur. Təbii olaraq Azərbaycanın töhfəsi, payı burada unudulmamalıdır. Elə Macarıstanın da müşahidəçi üzv olaraq qəbul olunması, müşahidəçi üzvlərin sayının artması, əlaqələrin daha da dərinləşməsini biz hər zirvə toplantısında, xüsusən son illərdən təbii ki, söhbət gedir, biz müşahidə edə bilirik. Bax, bu dəfəki zirvə görüşü nə ilə yadda qala bilər sizcə? İlk növbədə bu dəfəki zirvə görüşündə biz elə görüşün təşkilatçılığı ilə bağlı məqama xüsusi diqqət etməliyik. Bu texniki xarakteri daşımır. Macarıstan müşahidəçi üzv olmasına baxmayaraq, əgər zirvə görüşünə ev sahibliyi edirsə, bu Türk Dövlətlər Təşkilatının məramının, niyyətinin miqyasca daha da böyümə perspektivlərindən xəbər verir. Digər tərəfdən bilirsiniz ki, artıq yeni dünya düzəni, yeni dünya nizamı artıq qüvvəyə minməkdədir. İmperialist niyyətlər, ayrıcı niyyətlər, eyni zamanda ayrıcı xətlərin daha da dərinləşməsi ilə müşahidə olunur. Həmçinin ziddiyyətlər, qütblər arası ziddiyyətlər xüsusilə dərinləşir. Belə bir məqamda biz artıq əvvəlki tək və yaxud az qütblü dünya yox, artıq çox qütblü dünyada orta güclərin imkanlarının, orta güclərin rollarının artdığını şahidlik edirik. Azərbaycan prezidenti dövlətimizi xüsusən vətən müharibəsi və terror tədbirləri ilə eyni zamanda son 22 il ərzində Ulu Öndərin siyasi kursuna sadiq qalaraq köklü şəkildə deməli orta gücə çevrilməsi istiqamətində çox ciddi addımlar atıb. Biz siyasi və iqtisadi müstəqilliyimizə tam şəkildə nail olmuşuq. Ərazi bütövlüyümüzü təmin etmişik. Ərazimizdə bizim üçün uzun müddət bizə qarşı rışaq kimi istifadə olunan separatizm ocağı yoxdur. Bu tamamilə yeni bir dövr deməkdir. Ordu quruculuğu sayəsində, müdafiə sənayesi sayəsində, iqtisadi quruculuq sayəsində və s. Bunların hamısı bölgədə Azərbaycanın rolunu artırıb və nəticə etibarilə bugün Xəzər regionunda ən əsas güclərdən biri, Qafqaz regionunda isə tam mənada əsas güc kimi biz görünürük. Və eyni zamanda Azərbaycanın coğrafi mövqeyi tariximizdə ilk dəfə olaraq dividendə çevrilə bilib. Təbii sərvətlərimiz ilk növbədə tam mənada dövlətin, xalqın təbii sərvətləri kimi çıxış etməyə başlayıb. Yəni neft, ayrı neft dövlətlərində müşahidə olunan bir sıra nümunələrdə olduğu kimi bizim üçün bədbəxtlik gətirməyib. Əksinə, nefti biz insan kapitalına çevirə bilmişik. Nefti biz böyük quruculuğun, daxili infrastruktur quruculuğunun, eyni zamanda qlobal əhəmiyyətli infrastruktur quruculuğunun alətinə çevirə bilmişik təbii sərvətlərimizi. Və Azərbaycan təbii ki, zamanında uzaq görənliklə bütün maneələrə baxmayaraq reallaşdırdığı infrastruktur layihələri artıq bizim ölkəmizi xaba çevrilib. Və Azərbaycanın bugün müstəqilliyi, Azərbaycanın tam mənada azad iradə sahibi olması həm də digər türk dövlətləri üçün də müstəqilliyin qarantına çevrilib. Necə? Kifayət qədər aydın bir mənzərə var. Orta Asiya öz sərvətlərini əvvəllər əgər Rusiya üzərindən və yaxud digər istiqamətlərdən hasil edirdisə, ixrac edirdisə, bu və digər formada ayrı-ayrı zamanlarda dövlətlər üzərində əlavə rişaqların yaranmasına, əlavə təsir imkanlarının yaranmasına gətirib çıxarırdı. Amma Azərbaycan prezidentinin reallaşdırdığı infrastruktur layihələri artıq Orta Asiyanın birbaşa daha etibarlı şəkildə Avropa bazarlarına çıxmağa imkan verir. Həmçinin eləcə də Türk dünyasının Orta Asiya bazarlarına, Türkiyənin Orta Asiya bazarlarına ən təhlükəsiz və ən rahat yolu məhz Azərbaycan üzərindədir və bilirsiniz, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə kifayət qədər ciddi artıq bir məqamlar yetişməkdədir. O cümlədən də Macarıstan üçün bu kifayət qədər aydın mənzərədir. Bilirsiniz ki, Macarıstan Rusiya qazından imtina etməməsinə baxmayaraq, yəni Macarıstan Rusiya qazından digər Avropa dövlətlərindən fərqli olaraq imtina etməyib, amma Ukrayna kifayət qədər ciddi məhdudiyyətlər tətbiq edir müharibə ilə əlaqədar. Macarıstan kifayət qədər ciddi zərərlərlə üz-üzə qalıb. Bu məqamda məhz Azərbaycanla qurulan əlaqələr, Azərbaycanın interkonnektorlarının işə salınması, xatırlayırsınızsa, təqribən il yarım 2 il bundan əvvəl
bu Macarıstanı faktiki olaraq o nəinki qışın soyuğundan, eləcə də Macarıstanda bütövlükdə sənayeni enerji təhlükəsizliyi baxımından tam şəkildə təmin etmiş oldu və Macarların Azərbaycana ümidi daha böyükdür. Bunu baş nazir Macarıstanın baş naziri ifadə etdi və artıq daha fərqli, daha geniş miqyaslı müstəvidə əməkdaşlıqda, xüsusən enerji təhlükəsizliyi sayəsində, yaşıl enerji sayəsində əməkdaşlıqda maraqlıyıq. Hər iki tərəf maraqlıdır və belə olan məqamda təbii ki, əməkdaşlığın dərinləşməsi yalnız ticari, iqtisadi imkanların artırılması deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu baxımdan qeyd etdiyim o amillər Azərbaycanın mərkəzi, aparıcı rolunu kifayət qədər artırmaqla bərabər həm də müasir, əlbəttə ki, beynəlxalq hüququn bilirsiniz, BMT nizamnaməsinin şərtlərindən, tələblərindən biridir. Müasir beynəlxalq hüquqda tanınmış normalların dərsini tapan prinsiplərdə əməkdaşlıq zəminindən danışır. Bax, Azərbaycanın yaratdığı siyasi situasiya, müharibədən sonraki konfigurasiya artıq əməkdaşlıq zəmini üçün kifayət qədər əsasları meydana çıxarıb. Və təbiidir ki, bu zəminin formalaşmasında Azərbaycanın özünün bir təşəbbüskar rolunda çıxış etməsi, alternativləri hər zaman formalaşdırması da önəmli rol oynayır. Az öncə siz də haqlı olaraq bildirmiş oldunuz ki, elə istər o interkonnektorlar məsələsində olsun, enerji təhlükəsizliyi, enerji xətləri baxımından olsun, istərsə də nəqliyyat xətləri baxımından olsun, hazırda Azərbaycanın o alternativləri strateji baxımından formalaşdırması ölkəmizin rolunu daha da gücləndirmiş olur və bu alternativlərin mərkəzində sizin də qeyd etdiyiniz kimi əsas istiqamətlərdən biri məhz Zəngəzur dəhlizidir ki, biz məhz ərazi bütövlüyümüzün təminatının ardınca bu perspektivləri formalaşdırmağı bacarmışıq və təbiidir ki, bu sadəcə bir tranzit imkanı deyil, eyni zamanda fəlsəfəsi də çox dərindir. Elə Türk Dövlətləri Təşkilatının özünün də hədəfləri, missiyası baxımından geniş bir fəlsəfəyə malik olan trayektoriyadan, belə bir dəhlizin açılmasından söhbət gedə bilir. Bu dəhlizin hazırki reallığını, yəni icra olunma, implementasiya imkanlarını hansı səviyyədə görürsünüz? Ermənistan bax bu kimi elə hadisələrdən, zirvə görüşlərində əldə olunan razılıqlardan nəhayət ki, dərs çıxaracaqmı sizcə? Əslində Ermənistan mediasına, eyni zamanda sosial media segmentinə baxsaz, açıq şəkildə bu proseslərlə bağlı narahatlıq ifadə olunur. Baxmayaraq ki, bugün Ermənistanın daha çox diqqəti Rusiya Xarici İşlər Nazirinin səfəri və bu səfər ərəfəsində Ermənistanda ajitaj, aksiyalar, eyni zamanda Rusiya prezidentinin bilirsiniz, faktiki olaraq bir çox istiqamətlərdə təhqir edici plakatlarının yayılması. Baxmayaraq ki, ictimai fikir daha çox buna yönəlib. Amma istənilən halda Ermənistanda media, sosial media segmentində Türk dövlətlərinin Budapeşt samitinə müəyyən mənada açıq diqqət var və Zəngəzur dəhlizi məsələsi də burada zaman-zaman gündəmə gəlir. Artıq Türk dəhlizinin belə deyək, təhdid yaratması ilə bağlı mövqelərin ifadə olunduğunu biz şahidlik edirik. Zəngəzur dəhlizinə gəlincə bilirsiniz ki, Azərbaycan tərəfindən də hələ işlər tam şəkildə yekunlaşmayıb. Bu istiqamətə kifayət qədər ciddi işlər aparılır. Ermənistan tərəfindən isə təəssüf ki, hələ texniki əsaslandırma işlərinə belə başlanmayıb. Ermənistan hələ bunun ad mübahisəsini və yaxud digər istiqamətlərdə boş, heç bir əsası olmayan söz oyununa getməkdədir hələ də. Bəli, mübahisələrə yönəltmək niyyətindədir. Amma istənilən halda, baxın, ortada Azərbaycanın iradəsi var. Eyni zamanda Azərbaycan dünyanın maraqlarını bu istiqamətdə konsolidasiya edə bilib və dünyanın maraqları, məsələn, Çinin maraqları qarşısında, Avropanın bir çox dövlətlərinin maraqları qarşısında, eyni zamanda biz burada İranı maraqlı tərəfə çevirə bilmişik, Rusiyanı maraqlı tərəfə çevirə bilmişik, Türkiyə, Orta Asiya kifayət qədər maraqlı tərəflərdir. Belə olan məqamda təbii ki, Ermənistan 40-45 kilometrlik bir ərazidə bu boyda layihənin taleyini, perspektivlərini sual altına ala bilməz. Bizim əlbəttə ki, alternativlərimiz var. Bilirsiniz ki, Araz çayı üzərində Zəngilanda tikilən körpü, eyni zamanda eyni körpü Naxçıvan istiqamətində də tikilir. Bunlar vasitəsilə biz onsuz da Zəngəzur dəhlizinin Araz çayının cənub hissəsində ən qısa zamanda istifadəyə verəcəyik. Amma Zəngəzur, məhz Zəngəzur ərazisindən, Cənub Azərbaycandan deyil, məhz Qərbi Azərbaycandan, Zəngəzur ərazisindən həmin yolun çəkilişi məhz dəhliz statusunda Azərbaycan vətəndaşının Azərbaycandan Azərbaycana gedərkən heç bir gömrük rüsumu ödəmədiyi bir şəraitdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu heç kimdə şübhə yaratmasın və artıq Azərbaycan tərəfi açıq şəkildə bununla bağlı iradəni dəfələrlə ortaya qoyub.